Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir. İkinci şansa potensial düşə bilən, ətraflı yazılı cavab tələb edən suallara baxaq. Sualımıza deyir ki, yüklənmiş M1 və M2 kütləli cisimlər müsbət yüklənmiş lövhə üzərində tarazlıqdadır. Hər iki cismə təsir edən Kolon qüvvəsi eyni olub 3 Newtona bərabərdir. Bu cisimlərin kütlələri arasında M2 çıx M1 fərqi nəyə bərabərdir? Əla. İlk öncə uşaqlar biz baxmalıyıq ki, M1 kütləli cisim mənfidir. Zərrəcik daha deyək. M2 isə müsbətdir. Yaxşı. Lövhəmiz nədir? Lövhə də müsbətdir. İlk öncə bunlara təsir edən elektrik sahəsi tərəfindən təsir edən qüvvələrə baxaq. Bu müsbət bu mənfini cəzb edəcək. Onda bu lövhəyə doğru cəzb olunacaq. Mən buna yazacağam F klon 1. Bu müsbəti itələyəcək, yuxarı doğru bundan itələnəcək, F kolon 2 yazacaq. Əla. Amma mənə deyir ki, kolon qüvvələri bərabərdir və hər ikisi 3 Newtondur. Əla. Kolon qüvvələri göstərdik. Elektrik sahəsi tərəfindən təsir edən qüvvələri göstərdik. İndi yüklənmiş, yəni hər biri kütləyə malik olduğuna görə aşağı doğru bunların ağırlığı da var. Buna mən M1J deyəcəm, buna da aşağı doğru M2J deyəcəm. Bir də iplərin nəyi var? Yuxarı doğru, yuxarı doğru. Buralarda yaranan qüvvələr var da. Buna mən F1 qüvvəsi deyəcəm. Bu da F2 qüvvəsi deyəcəm. Ringin qolları bərabərdir. Ringin qolları bərabərdir. Buna da bir D qolu desək, buna da D qolu desək. Əla. İndi gəl bu birinci cisim üçün tarazı şərtində düsturu yazanda yuxarı gedən qüvvə F1-dir, bərabərdir. Aşağı gedən qüvvə M1J, yəni ağırlıq qüvvəsi ilə kolon qüvvəsidir. F kolon. Digər ikinci cisim üçün yazanda F2 plus F kolon 2, yəni yuxarı gedən qüvvələr 2 dənədir. Bərabərdir M2J-yə və buradan mən F2-ni tapanda olacaq M2J çıxılsın F kolon. 2 yazdım. Amma ki bərabərdir də F kolon olaraq yazıram. Əla. İndi uşaqlar siz mənə diqqətlə qulaq asın. Baxın. Bizə deyir ki, lingin qolları bərabərdir. Lingin qolları bərabərdirsə, onda bunlar bu qüvvələrlə bir-birinə bərabər olacaq. Tarazlıqda olması üçün. Yəni F1 qüvvəsi F2 qüvvəsinə bərabərdir. Əla. Onda gəlin bu qüvvələri bir-birinə bərabərləşdirək. F1 M1J plus F klondur. Bunu bərabərləşdirək F2-yə, yəni M2J çıx F klonu. Əla. Mən bu F klonu sol tərəfə gətirəcəm. M1J-ni sağ tərəfə gətirəcəm. Onda belə olacaq. F klon plus F klon bərabərdir M2J çıx M1J. F kolon dedik biri neçədir? 3 Newtonludur. 2 dənədir. Olacaq 6 bərabərdir. J-ni də buradan çıxarsam mötərizədən xaricdən olacaq M2 çıx M1. J də 10-dur. Onda mən buradan M2 çıx M1-i tapsam olacaq 6 bölünsün 10. Bu da bizə verəcək 0,6 kiloqram. Qramla istəyirsə olacaq 600 qram. 600 qram olacaq. Aha. 28-ci sualın izahı. Keçək 29-cu suala. 29-cu sual da maraqlı bir sualdır. Maraqlı bir sualdır. Deməli, bizə deyir ki, Q2 yükünü çox kiçik sürətlə Q2 yükünü çox kiçik sürətlə sonsuzluğa uzaqlaşdırdıqdan sonra ipdə yaranan gərilmə qüvvəsini hesablayın. Aha. İkinci şansa düşmə ehtimalı yüksək olan suallardan biridir. Deməli, buraları silək. Buraları silək. Əla. Deməli, ilk öncə uşaqlar fikir versək. Bu Q2 yükünə təsir edən kolon qüvvəsi hara doğru yönələcək? Q2-yə doğru. Yəni, Q1 yüksüzdür. Q2 isə ona kolon qüvvəsi təsir edəcək və hansı tərəfə? Sağa doğru. Bu zaman MJ də aşağıdır. Onda bunların əvəzləyicisi fərz edək ki, bunlar 90 dərəcədir. Onda bunların əvəzləyicisi hara yönələcək? Bir versəz, bunun əvəzləyicisi yönələcək bu istiqamətdə. Əla. F əvəzləyici yönələcək bu istiqamətdə. Və bu da nədir? 90 dərəcədə. Düzdürmü? Əla. İndi buna fikir verin. Bu da nədir? Gərilmə qüvvəsidir. Bura 45, onda bu hissə nə qalacaq? Bu da 45 olacaq da, düzdür? Əla. Bura 45-dirsə, onda burada 45 qalacaq. Burada 45 qalacaq. Bura onsuz da 90-dır. Bu hissədə 45 qalacaq. Burada 45. Yəni bunlar bərabər yanlı düzbucaqlı düzbucaqdır. Onda biz deyə bilərik F klon ilə MJ bərabərdir. Deyə bilərik. Əla. İndi gəl bu F əvəzləyicini tapaq. F əvəzləyici bərabərdir kök altında MJ-nin kvadratı plus
F klonun kvadratı bərabərdir kök altında mg'nin kvadratı plus f klonuna dedik ki mg'dir. Onun kvadratı. Əla. Kök altında bərabər olacaq kök altında deməli nə? 2 mg'nin kvadratı. Bu da bizə verəcək mg kökdə 2. Əla. Deməli, f əvəzləyici elə özü t gərilməyə bərabərdir. Birinci halda t1 yazıram. Bura t1 yazıram. Bərabər nəyə? mg kökdə 2-yə. Əla. Deməli, birinci halda t1 gərilməyi tapdıq. mg kökdə 2. İndi bizə deyir ki, və maraqlı hissəsi bundan sonra başlayır. Bizə deyir ki, bu Q2 yükünü çox kiçik sürətlə sonsuzluğa doğru uzaqlaşdırıb. Onda Q2 yükünü sonsuzluğa doğru uzaqlaşdırırsa, kənarlaşdırırsa, K vurulsun Q1, Q2 bölünsün nə? R kvadrat, Coulomb qüvvəsinin üstü. Uşaqlar, burada Q1 mən birinci halda yüksüzdür deməm, yüksüz deyil, müəyyən bir yükə malikdir. İndi, sonsuzluğa uzaqlaşma nə deməkdir? Yəni, R məsafəsinin sonsuz böyüməsi. Mərkəzin sonsuz böyüməsi kəskin qiymətinin sıfıra doğru yaxınlaşmasına gətirib çıxacaq. Yəni, bir vasitə Coulomb qüvvəsi sıfıra yaxınlaşacaq. Yəni, Coulomb qüvvəsi sıfır olacaq. Yaxşı, bunun sağa dartan qüvvə yoxdur. Sıfırdır. Coulomb qüvvəsi sıfır oldu. İkinci halda. Onda sıfırdırsa bu mg, bu yük qayıdıb gələcək bura. O gələcək bura. O istiqamətdə olacaq. Onda buna təsir edən gərilmə qüvvəsi T2 birbaşa nəyə bərabər olacaq? Elə mg-yə bərabər olacaq. Əla. T2 bərabər oldu mg. İndi bizdən də gərilmə qüvvəsinin necə dəyişdiyini deyir. Birinci halda gərilmə qüvvə bölünsün ikinci halda gərilmə qüvvəyə. Yəni mg kökdə 2 bölünsün mg-yə. Bu da bərabər olacaq kökdə 2-yə. Keçək 30-cu suala. 30-cu sualda da biz bunu ağırlıq qüvvəsi mövzusunda belə sual işləmişik. Deyir ki, şaquli yuxarı atılmış cisim h hündürlüyünə 3 saniyə ərzində çatır. T bərabərdir 3 saniyə ərzində çatır. Bu nöqtədə cismin sürəti, həmin nöqtədə cismin sürəti nə qədərdir? 10-dur. Hara atılıb? Şaquli yuxarı atılıb. Əla. Bizdən nə istəyir? Uçuş müddətini istəyir. T uçuş istəyir. Şaquli yuxarı atılanda sürətin düsturu nədir? V bərabərdir V0 plus, daha doğrusu minus GT. Əla. Son sürət 10-dur. Bərabərdir. Başlanğıc sürət bilmirəm. J 10-dur. T də 3-dür. Buradan mən başlanğıc sürət tapıram ki, 40 metr bölünsün saniyədir. Uçuş müddətinin də başlanğıc sürətlə bağlı düsturu 2V0 bölünsün J-dir. Yəni 2-ni vuracam 40-a, böləcəm 10-a, cavab eləyəcək 8 saniyə. Deməli, bizim uçuş müddətimiz nə qədər olub? 8 saniyə olub.